Bismillahirrahmanirrahim. Elhamdülillah hamden kesiran tayyiban mübareken fi kema yuhibbu rabbuna ve yarda. Allahumme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke Hamidun Mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barekte ala İbrahim inneke Hamidun Mecid. Allah Subhanahu ve Teala sonsuz şükürler olsun. Allah Subhanahu ve Teala bizleri ne kadar ki İslam'a müveffek edip ve bu İslam içerisinde bize ehl-i sünnet ve cemaatine sabit akideye müveffek edipse, onu yaşamaya ve ona davet etmeye bizi müveffek edipse, buna göre Allah Teala'ya sonsuz şükürler olsun. Demeli kardeşler, bazı emeller var ki onlar böyle ki edeb mevzusunda, bazı emeller var onlar insan Allah Teala'nın verdiği yani edeb mevzusunda Allah Teala'nın verdiği o xüsusiyyətlər onda fitridir. Yani fitri olaraktan onda bazı edeb xüsusiyyətləri formalaşır, var onda. Və bəziləri də muktesebdir. Yani insanda olmur. Onu mütləqdir ki Allah Subhanahu wa Taala yani istəyərəkdən, əməl edəkdən qazanılsın. Və bəzi ədəblər var, yəni qarşı tərəflə və ya da öz özlüyündə olmalıdır. Və bəzi ədəb növləri var, qaydalar var, o da qarşı tərəfdə olmalıdır. Bu da yəni insanlar arasında və bəzi ədəb növləri var ki, o da ən ucasıdır, ən şərəflisidir. O da yəni günümün mövzusudur ki, el-ədəbu ma'allah. Allah Subhanahu wa Taala ilə olan ədəb. Yəni Allah Taala ilə olan ədəb necədir? Yəni bu mövzu bugündən inşallah kifayətlənməyəcək. Gələn dərslərdə də inşallah, gələn belə mövzularımızda da inşallah bunun ardını sizinlə inşallah paylaşacağım. Yani birinci olarak giriş olaraktan el-edebu ma'allahi azze ve celle ve enva'ihi. Demek Allah'la olan edebin növləri, müəyyən növlər vardır. Yani Allah'la olan edeb necə olur? Birinci olaraktan, başlıq giriş olaraktan el-edebu ma'allahi azze ve celle husnu silati bihi zahiren ve batinen. Yani her bir halımızda zahiren ve batinen hallarımızda biz Allah Teala ilə əlaqəmizi gözəl şəkildə gücləndirməliyik, bağlamalıyıq. Ma'a ta'zim və tevkir və iclal. Və bu Allah Subhanahu ve Teala bu olan ibadətdə, bu davranışda, bu muamələdə, bu ibadət növlərində biz Allah Teala'ya təzim etməliyik, onun şərini tərəflə etməliyik. Və həmçində Allah Subhanahu ve Teala'nın bizə buyurduğu bu dini məsələləri, dini əhkamları, dini buyruqları lazımca yerinə yetirməliyik. Ve bu ədəbləri yerinə yetirdiğimiz zaman da ət-təəddubu bi ədəbin zahireten ve batine. Yani dediğimiz gibi Allah Subhanahu Teala ile olduğumuz ədəb hem zahiren karşı taraf bunu eləməlidir ve həmçində özümüzlə tək qaldıqda batinen, hem batinen iki mənası var. Batinen yani içimdə diğer müsəlmanlara qarşı olan ədəb də ola bilər və yaxud da ki özüm əməllərimlə tək qaldığım zaman Allah Teala ilə ədəbli olmalıyım. Allah Subhanahu ve Taala'nın yəni məni gördüyünü, məni bildiyini, yəni mən zahirən kimlərin səyahında necəyəmsə, əlbəttə ki daxilən, batinən də elə olmalıyım. Və biqadri təməssükül muslim bihədə və muhafazatihi aleyhi tə'lu dərəcətə. Yəni hər bir müsəlman bu dediğim bu xüsusiyyətlər, yəni zahirən və batinən və Allah'a aparan bu yolda dini qiyamında möhkəmləndikcə o yəni onu mühafizə etdiyi dərəcə miqdarı ilə o da onun Allah Subhanahu ve Taala dərəcəsində, Allah Taala dərgahında dərəcəsi yüksələr. Və təsmu məkanə və onun şərəfi yüksələr. Fətusbihu məhatəd rəhmətillahi və mənzil ni'məti. Və belə olduqda insan Allah Teala'ya olan ədəbi daima, zahirən və batinen hər bir halında Allah Teala ədəblidir. Və belə olduqda o Allah Subhanahu ve Taala'nın rəhmətinin mənbəyi və Allah Teala'nın nemətinin də mənzili olar. Yəni Allah Teala'nın rəhmətin mənbəyi, yəni Allah Teala'nın rəhməti daima onda olar. Və nemətin mənzili deyildikdə isə Allah Teala nemətini hər bir kimsəyə verdiyi təqdirdə ona da o nemətdən, ruzidən Allah Teala artıqlaması ilə və haqqı ilə verir. Və hədə aqsa mə yetlubuhul muslim və yetəmənnə. Və bu da deyir, müsəlmanın deyir, daima yəni arzuladığı gayesi ve temennisi olmalıdır.
Bu xüsusda deyilir ki وَيُسْتَفَاتُ مِنْ هَيْئَةِ الْفَاعِلِ وَأَحْوَالِهِ وَأَخْلَاقِهِ مَعَ خَالِقِهِ وَمَعْبُودِ بِصَلَاحِ مَصَالِحٍ عَظِيمًا وَأَيُّ مَصْلَحًا أَعْظَمُ مِنْ أَدَبٍ. Yəni de ki, bu kimi insanın deyir, Allaha qarşı olan ədəbdə, ərkanda, davranışda özünü daima gözləməsi və bu ədəbi daima qoruması, hər bir handa bu deyir, insan üçündür ki, ən məsləhəti, ən əzəmətli, yəni ibadət, insanın ibadət etdiyi işlər içərisində ən gözəli sayılır. Çünki deyir ki, insanın deyir, ədəbli olmasından daha əzəmətli bir şey yoxdur. Hətta qalə Ruveym ibnihi, Ruveym İbn Əhməd sələflərdən olub, hicri 300-cü illərdə yaşayıb, dünyasını dəyişən mötəbər fəqihlərdəndir. Öz oğlu nəsihətən deyir ki, ya buney, ey oğlum, İc'al amalaka milhan və ədəbəkə dəqiqə. Deyir ki, əməlini duz və ədəbini də un et. Yəni bunun açıqlarla dediyim, bu nə mənaya gəlir ki, ədəbini, əməlini duz və ədəbini də un et. Yəni deyir ki, İstəksir minəl ədəbi həttə təkuna nisbətuhu fil kəsrəti nisbətu dəqiqi fil milə. Hətta deyir ki, yəni sənin əməlində ədəbin çoxluğu unun duza çoxluğu qədər nisbətində olsun. Aydın başa düşdünüz. Yəni belə adi bir çörək bişirdikdə onun nisbəti ona nisbətdə duz nə qədər qatırıq? Az qatır. Əlbəttə un, yəni sənin əməlində ədəb bu qədər çox olmalıdır. Əməlində ədəb bu qədər çox olmalıdır. Bəli, çox az əməl və çox əməl. Çox ədəb. Və kəsirun minəl ədəbi mə qalin, onu da gətirir burada. Kəsirun minəl ədəbi mə qalilil əməli salih xayrun min kəsrəti minəl əməli mə qillətil ədəb. Deyir ki, çox əməl, salih əməl olsun, lakin az əməl olub, o ədəbli olması çox əməl edib ədəbsiz olmasının daha üstündür. Yəni çox əməl var, amma ki orada ədəb gözlənilməyib. Amma ki əməl var az, lakin birinci dedim ki, Allaha qarşı ədəb, Allah Taala'nın haramlarına qarşı gözləmək və yaxud da ki öz ətrafımıza qarşı kimlərisə gözləmək. Yəni ibadət o demək deyir ki, sən kimlərisə əziyyət verib hansı bir ibadəti yerinə yetirməsin. Yox. Bununla yanaşı ibadət əsnasında və ibadətdən əvvəl sən özünü gözləməlisən Allaha qarşı və həmçinin müsəlman qardaşına qarşı ədəbi, ərkanı, davranışı, bu şeyləri gözləməlisən. Na'am. Və qad əmərəllahu ibadəhu ən yetəəddəv ma'a ma yetəəvvədunə ma'a əmthəlihim. Allah subhanahu wa ta'ala insanlara öz aralarında, yəni qardaşına qarşı ədəbli olduğu əmr etdiyi kimi, Allah Taala bizlərə Allaha da qarşı ədəbli olmağı, ərkanlı olmağı, yəni haqqı deməyi, bunu başa düşməyi də Allah subhanahu wa ta'ala bizlərə əmr etmişdir. Fə innə zəlikə huvə mümkün fi ibadətillahi teala. Fə innə zəlikə huvə, yəni bu da deyir ki, Allahın qullarında olması ləbuddur, mümkündür ki, bu insanlarda olsun. Fə innəhu la tenfa'u ta'atun və la tadur ma'siyyə. Çünki yəni bu mümkündür də belə olsun. Çünki Allah subhanahu wa ta'ala biz nə ibadətlərimizlə fayda verə bilərik, nə də ki günahlarımızla Allaha subhanahu wa ta'ala bir zərər yetirə bilərik. وَلَمَّا كَانَ الْأَدَبُ مَعَ الْمُلُوكِ أَعْظَمُ نَفْعًا لِفَاعِلِهِ وَأَجْدَى عَلَيْهِ مِنْ كَثِيرِ الْخِدْمَةِ مَا قِلَّةِ الْأَدَبِ كَانَ الْوَاقِعُ مَعَ اللّٰهِ تَعَالَى ذَلِكِ. Der ki, insanın belə deyək, öz sultanına qarşı, baxçıya qarşı necə ki çox əməldənsə onunla yanaşı, onun yanında olduqda ədəbli davranması, onun qədərini, onun nəzdini onun yanında qaldırdığı kimi, həmçində insan əməlin çoxluğu ədəbli olması da həmçinin Allah subhanahu wa ta'ala yanında onun dəyərini qaldırar. Kânel vâqi ma'allahi ta'ala. Yəni insan deyək ki bir padşahın yanında olduqda o çox əmələ baxmaz. O padşah onun yanında olduqda
onun əməlinin ədəbə uyğun olması, onun götür qoyub bilməsi, insanlara qarşı davranışı necə gözəl olmasına baxır. Əgər belə olduqda onun nəzdində, sultanın, məlikin nəzdində dəyəri yüksələr. Və belə olduqda biz Allah subhanahu wa ta'ala olan ibadətimizdə, davranışımızda əgər bunu gözləsək və necə biz dəyərlər qazanarıq. وَقَدْ سُئِلَ أَبُو الْعَبَّاسِ بْنِ عَطَى Əbul Abbas İbn Atadan soruşurlar ki, Məl ədəbu fi zəti, yəni ədəb özü-özündə nədir? Nədir ədəb? Fəqal əl-vuqufu ma'al-mustəhsənət. Yaxşı əməllər üzərində qalmaq. Soruşurlar ki, yəni bunun mənası nədir? Qalə ən tu'amiləllahə Teala bil ədəbi sirrən və alaniyyətən. Yəni sən, yaxşı əməllər üzrə qalmaq mənası odur ki, yəni sən açıqda və gizlində olduqda Allahla gözəl ədəblə müamilə etməyindir. Və su'ilə İbn Sirin, yəni İbn Sirindən də soruşulur ki, Əyyul ədəbu əqrabu ilallah. Allah subhanahu wa ta'ala yaxın olan ədəb növü hansıdır? Ədəb, ərkən, duruş, oturuş qaydalarını bilmək, bu hansıdır? Fəqalə ma'rifətu rububiyyəti. Allah subhanahu wa ta'alanın həqiqi Rəbliyini bilmək. Allah Taala'nın rububiyyətini, yəni Rəbb olmaq sifətini bilmək. Çünki Allah Taala'nın Rəbb sifətini bilən insan Allah Taala'nın əzəmətli olduğunu bilir və hər bir kimsə bilsə ki, o yaradandır, işləri idarə edəndir və onun arxasınca rububiyyətdən sonra gəlir uluhiyyə. Daima belə də insanlar arasında əvvəldə və keçmişdə elə olub ki, yəni insanlar rububiyyətdə daima xaliq olduğunu, istər bu müsəlmanlardan olsun, istər qeyri-müsəlmanlardan olsun, ateist, deist, onlarda bu var. Yəni onlar xaliqin, yəni yaradan olduğunu təsbit edirlər. Yəni rububiyyətdə belə deyək, çox işgal olmur. Amma ki, o rububiyyəti bildikdə, yəni o Rəbliyi bildikdə və sən mütləqdir ki, onun arxasınca gələn əsma və sifətlə yanaşı o Rəbbin uluhiyyətini qəbul edəsən və belə ki, bu təkmilləşir, la ilahə illallah cəm olur və beləliklə sən Allah haqqı ilə ibadət etmiş sayılırsan. Birincisi dedik ki, yəni ən gözəl ədəb, Allaha xoş gələn ədəb hansıdır? Yəni Allah yaxınlaşdıracaq gözəl ədəb hansıdır? İbn Sirin deyir ki, ma'rifət rububiyyəti. Allah Subhanahu taala'nın rububiyyətini bilmək. Və amalun bi taatihi. Allaha itaətə əməl etmək. İtaətlə əməl etmək. Yəni Allaha əməl etmək. Velhamdülillahi aləs-sərra və-s-sabru aləd-darra. Rifah halında Allah Taala həmd etməyin, xoş halında Allaha həmd etməyin və çətinliyə düşdükdə isə səbr etməyindir. Belə olduqda sən, yəni bu əməllər insanı Allaha yaxınlaşdıracaq, yəni insanı həqiqi insan olaraqdan, yəni həm özünə, həm də cəmiyyətə fayda verən bir insan olaraqdan belə insanı formalaşdırır. Və qal İbn Qayyimul Cevzi Əl-ədəbu ma'allahi thalathati anva'. İbn Qayyimul Cevzi der ki, Allahla olan ədəb 3 növdən ibarətdir. Birincisi, sıyanatu muameletihi en yeşubaha bi naqidihi. Allah Subhanahu ve Taala ilə olan muamiləndə, yəni ibadət növlərində və ya qullarla olan muamilələrində onun əksini qazandıracaq bir əməldən vaz keçməyin, özünü çəkindirməyin. Yəni Allah olan ibadətə kimisə ona vasitə qoşmamağın və yaxud da ki, özünü Allahla olan müamilədə buna əksini göstərməməyin öz əməllərini. İkincisi, sıyanatu qalbihi ən yeltəfidə ilə qeyri. İkincisi, Allahdan qeyrisinə qəlbinin yönəlməsini qadağan etməni, özündən onu mən etməyin, özünü ondan uzaqlaşdırmaq. Lakin sırf qəlbini Allah Subhanahu wa Taala yönetməyin. Üçüncüsü isə sıyanatu iradatihi en teta'allaqa bima yemqutuka alayhi. Həm üçüncü odur ki, öz Allah Subhanahu wa Taala'nın sənə qarşı cəza verməsindən özünü təmizləməyindir. Və qala Əbu Ali Dəqqaq el-abdu yasilu bi ta'atillahi ila'l cennə. El-abdu
yasilu bi ta'atillah ile cennet. İnsan Allah'a olan itaatlə cennete varar. Ve yasilu bi edebihi fi ta'atihi ilallah. Ve itaatinde, ibadetinde edebi gözlemesi ise insanı Allah'a çattırar. Bunun için de yani əməldə ədəbin erkan olması, ədəb həm insana verilmiş bir mənəvi bir duyğudur, mənəvi bir histir. Dediğimiz kimi bu ya mukteseb olur, ya kazanılır. Yani yaşayış sənə bunu örgədir və ya kimdənsə görürsən, götürürsən və ya fitir olaraktan səndə var ki, kiməsə xor baxmamağın, kiməsə yuxarıdan aşağı baxmamağın, kiminsə səndə olan, kimdəsə olan neymətə, yəni həsəd etməməyin, pis fikirləşməməyin, bunlar bəzən fitri olur. Allah Taala verir. Amma bəzən baxırsan ki, bu insanda yoxdur. Bunu mütləqdir ki, o nəfsi ilə mübarizə aparıb, nəfsinə qalib gəlib, unutmayın ki, əgər bir əməl fitir isə onu yaşamaq rahatdır da. Aydındır. Amma ki, əgər müktəsəbdirsə, sonradan qazanılırsa o, onun əcri, çünki həm nəfsini tərbiyə etdin, həm də səndə olan o hissləri, hansı ki Allah Taala'nın deyir ki, yəni nəfs həqiqətən pislikləri əmr edir. Yəni Allah Taala'nın rəhm etdiyi kimsə istisnadır. Orada deyək ki, Allah Taala bir mənada sağa o əsnada yox, yəni sonra qazanaraktan Allah Taala sana rəhmini qazanırsa. Və beləliklə yenə də sonda Allah Subhanahu wa Taala'nın sevdiyi dereceye çatırsan. Bu bir başlangıç olacaktı ki Allah Subhanahu wa Taala olan edeb birinci olaraktan Allah'la olduğumuz edeb necə olur? Hansılardır? Birincisi ma'rifetullahi azze ve celle. Çünkü bir şey bilmək, o barədə sənə əlavə bir deyək ki, onu icrasında əlavə bir değer kazandırır. Aydındır. Başa düşürsünüz necə? Bilsən ki, sənin ibadet etdiyin Allah Subhanahu wa Taala hər şeyə qadirdir də. O əzəmət, kibriya sahibidir. Adi bir kimsə deyil, adi bir insan deyil ki, yəni ondan qorxasan və ya qorxma. Yox, Allah Taala yəni bizi yaratmayıb ki, biz ondan qorxaq, çəkinək. Yəni əslində bizim məqsədimiz Allah'a qul olmaq. İnsanı yer üzərində yəni sabitliyi, mehribançılığı bərqərar etmək, yaymaq. Həm özümüz, həm fərdi, həm də belə əyani cəm şəklində bunu etməli. Birinci əgər sən bilsən ki, Allah Taala kimdir? Ma'rifetullah. Yəni deyirik bunu. Hamı sorsan ki, Allah Taala kimdir? Ma'rifetullah. Yəni Allah'ı tanımaq hamı bilir. Lakin bir var dirase, bir var diraye. Dirase mənim mücərrəd oxumaqdır, keçməkdir. Belə hər kitab oxuyan onu bilmir də. Amma ki diraye etmək, ona məqsədinə, həqiqətinə varmaq. Məsələn Quran hər yəni Allah Taala deyir ki, biz Quranı həqiqi surəti. Bunu Allah Taala yəni təfəkkür mənasında, dərk etmə mənasında deyir ki, əgər biz Quranı daha indirmiş olsaydıq, əksinə mənası nədir? Yəni biz dağa etsəydik, nazil etsəydik və o onu başa düşərdi və o özünə verilən, o nazil olan dərk edər, onun həqiqətini bilər və deyir o həqiqət qarşısında, o əzəmət qarşısında, o Allah'ın kəlamı qarşısında yəni paramparça olduğunu görərdin. Sonra Allah Teala deyir ki, biz onu insanlara nazil etdik. İnsanlar isə zalumen cahule, zalimdir ve cahildir. Onun ki insan Allah Teala'nı bilsə, həqiqi surətdə bilsə, Allah'la olan ədəbdə, ibadətə, itaatdə daha mükəmməl, daha gözəl şəkildə olar. Yəni bunu siz öz nəfsinizdə belə yoxlaya bilərsiniz. Bəzən o ma'rifetullah, Allah'ı tanımaq sənə yardım edir. Yəni həqiqətən bilirsən ki, bu əsnada mən Allah'ı tanıdım və günahdan uzaqlaşdım. Yəni o anda sənə imanın güclənir, deyək ki, səviyyəsi qalxır və ya da başqa bir şeylər baş verir. Sən bir mənada Allah'ı o əsnada, bu bir saat ola bilər, və ya da bir ay ola bilər, bir həftə ola bilər. Bax, sən günahlara əhəmiyyət vermirsən. Amma ki, elə gün gəlir ki, elə saat gəlir ki, yəni özünü günahlardan yığışdıra bilmirsən. Demək, ma'rifetullah səndə bəzən azalır, səni günahlara sövq edir, yəni günahdan uzaqlaşa bilmirsən
və bəzən də səni elə dərəcələrə qaldırır ki, yəni günahın istər kiçik olsun, istər böyük olsun, ona nifrət edirsən. Aydın. Bu yəni insanın günahdan uzaqlaşıb, xeyirlərə yönəlməsi və ya günah çoxluğunda oyalanması, bu hamısı ma'rifətullahın az olması və ya miqdarının səviyyəsinin aşağı düşməsindən qaynaqlanır. Yecibu aləl abdi ən ya'rif rabbahu cəllə sənəhu. Hər bir kimsəyə vacibdir ha. Sünnə deyil. Bilərsən, bilməsən yox. Vacibdir ki, sən öz Rəbbinin nələrə qadir olduğunu, nələrə bacardığını, nələr yaratdığını və hansı mükafatlar verdiyini və hansı cəzalar verdiyini bilərsən. Aydın. Yəni mükafatı Allah Teala həm özü verir, həm də ki sən qazanırsan onu. Aydındır. Amma cəzanı biz özümüz qazanırıq. Aleykümselam. Biz cəzanı özümüz qazanırıq. Yəni burada başa düşülməsin ki Allah Teala insanı yaratıb, imtihana çəkir və onu cəhənnəmə. Yox, bu müsəlman düşüncəsi, yəni ağlı səlim insanın ortaya attığı bir düşüncə, bir ideologiya, bir fikir deyil. Bu yəni Allaha, yəni insanları İslamda şübhəyə salmaq istəyən düşüncə, fikirlərin atdığı bir şübhədir. Bunun şübhəsini biz cavabını bilirik. Allah Teala kimi cənnətinə qoyarsa, o ədalətli şəkildə insanları cənnətinə qoymuşdur və kimisə Allah Teala azdırmışsa və cəhənnəmə qoymuşsa, Allah Teala yenə də bu ədalətindəndir. Çünki sən müsəlman Allah Teala'nın bir adını inkar edib, bir adını isbat etmək bu yaraşmaz. Çünki sən burada belə olduqda sən Allah Teala'nın tövhidinə naqislik var. Yəni rububiyyətdə o ad və sifətlər də həmçinin eynidir. Sən rububiyyətdə xələl gətirdiyin kimi yağışın yağdırmasını, ruzinin verilməsini və yaxud da ki övladın verilməsi başqasına verdiyin kimi Allah Teala'nın bir dənə əl-ədl adını silməyin, inkar etməyin, əlbəttə ki bu qarşı, yəni bu insanı küfrə salan əməllərdəndir. İnsanı ilhədə gətirib çıxardır. Birinci ma'rifətullah dəlil kitab və sünnədəndir daima. Birinci minəl kitab, Allah Teala buyurur ki, yəni ma'rifətullah dəlil olaraq Allah Teala buyurur ki, Allahullazi xalaqa səb'a səmavatin və minəl ardı misləhun. Allah Teala göydə xalaqa səb'a səmavati və 7 göyü və yeri və onların mislini yaradan Allah Subhanahu və Teala'dır. Yetənəzzəlul əmru beynəhunna və onların arasında Allah Teala'nın əmri nazil olar. لِتَعْلَمَ أَنَّ اللّٰهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللّٰهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا. Yəni bu onun üçündür ki Allah Teala biləsiz ki Allah Teala hər bir şeye qadirdir və Allah Teala'nın elmi hər şeyi əhatə edir. Sən bilirsən ki Allah Teala burada ma'rifatullah nədir? Allah xalaqa səb'a səmavat və minəl ardı misləhun 7 göyü və onun mislində də yeri yaratmışdır. Aydındır. Yəni gitələr və s. Yəni 7 qat göy. Və Allah yetənəzzəl əmr, Allahın əmri, hökmü bu ikisinin arasında nazil olar. Yəni bu tək Allahın hakimiyyəti, Allahın ədaləti, Allahın belə deyək ki, hökmü daima bizim bildiyimiz bu aləmdə deyil. Bizə məlum olmayan 7 qat göy var, yer var, yəni yerin altında hər bir canlıya Allah Teala'nın əmri, hökmü nazil olur. Və bu onun üçündür ki, لِتَعْلَمُوا biləsiniz ki, ənnəllaha alə kulli şeyin qadir. Allah Teala hər şey qadirdir. Adi bir Allah'ın qüdrət adını bilən bir kimsə, yəni Allah Teala hər şey mi qadirdir? Yəni Allah Teala yoxdan var etməyə mi? Və əlbəttə ki Allah Teala yoxdan var etməyə qadirdir. Allah Teala yəni el-bedi'us semavati oxumusunuz da bedi'us semavati keçir orada. Bir var xaliqus semavati vel ard. Allah Teala göyləri, yerləri yaradandır. Amma bedi'us semavati, fatirus semavati vel ard və Allah Teala yaratmağa aiddir. Amma ki bedi'us semavati deyildikdə yəni misilsiz, misilsiz yaratmağa qadir olan yalnız Allah Subhanahu ve Taala'dır. Və Allah Teala'nın qüdrəti hər bir yeri əhatə edib, qardaş. Yəni bundan heç kim qafil qalmasın. Və Allah Teala qad əhata bi kulli şeyin ilmi. Allah Teala'nın ilmi hər bir şey əhatə edib. Və bu ayədən axırında əhata bi kulli ilmə Allahın əs-sabr adlı təcəlli olur.
Və bəzən görürük ki, bu yer üzərində belə fəsadlar, biz özümüz müsəlman olaraq, çünki biz sabur deyilik də, o adla biz vəsifləndirilməmişik. Onlar bizim səbrimiz qısadır. Lakin Allah Taala'nın səbrinin genişliğindədir ki, Allah Taala zalimların, həm burada Allahın ədaləti var, həm də ki Allah Taala'nın səbri ortaya keçir, işə keçir. Yəni nədir ki, biz bir dənə kimdəsə özümüzə biz hərəkət gördükdə özümüzdən çıxırıq. Yəni səbrimizin artıq həddi orada bilinir. Amma ki Allah Taala yer üzərində bu qədər fəsadlar var. Yəni belə bəzən fikirləşirəm ki, o hədis var, deyir ki Peyğəmbər sallallahu aleyhi və səlləm elə bir zaman gələcəkdir ki, insanın o zamanda imanını qoruması, yəni əlində yanar közü saxlamaq kimi çətin olacaq. Başqa bir hədisdə deməsi ki, yəni gün gələ elə bir axir zamanda elə bir vaxt gələcək ki, kişi müsəlman yatacaq, kafir oyanacaq və əksi. Yəni bu ondan qaynaqlanır ki, bunun mənası nədir? Yəni elə bir fitnələr yayılacaqdır ki, bizim zamanımızda, yəni bu sosial şəbəkələrdə imanı qorumaq, sabit qalmaq, şübhədən salamat qalmaq qardaş mümkün deyil. Onun üçün də bəzən özümüz bildiyim şeylərdir. Bəzən bəzən bu diyaloglara qulaq açsan görürsən orada bəzi şübhələrə atılır və sənin qəlbində ona qarşı bir iman, ondan da üstünü elm yoxsa və bəzən görürük, yəni mən birinci məsləhət görürəm ki, o debatlardır, onlara qulaq asmayasınız. Çünki onlar orada, belə televiziya verilişlərində, çünki orada məqsədə uyğun, yəni belə deyək ki, haqqı axıra kimi təbliğ olunmur. Şübhə atılır, aydındır, şübhə atılır, o şübhələr cavabsız qalır. O şübhələr cavabsız qalır. Və səndə də elm yoxdursa, marifə yoxdursa, sonda nə olur? O şübhə sənin qəlbinə düşür və o qəlb onu bugün yox, sabah ikinci bir şübhə düşdükdə, birincisi dəf etmədinsə, artıq böyüyür. Ona görə, yəni, özümüzü qorumaq, özümüzü Allahın dininə, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinə yönətməyimiz, bəs bizə yəni, örgənməmiz gerəkən şeylər, yəni ətrafımızda örgədənlər var. Bəs amma ki, açıb əlavə örgənməz, bu yəni sənin səviyyən deyil. Onun üçün də dinini, elmini, öz dini dəyərlərini qorumaq istəyən insan özünü şübhələr çuxuruna, o bataqlığına atmamalıdır. Aydındır. Əslində şübhələr yəni əhli üçün, bilən üçün heç nədir. Amma ki bilməyən insan üçün o fəlakətdir. Fəlakətin sonluğu nədir? Bu sezon olmadı, gələn sezon oldu söhbəti deyil də. Sənin o düşən şübhələr səni hətta ilhada aparıb gətirə bilər, çatdıra bilər. Onun üçün də insan birinci mərifətullah bilməlidir, Allah haqqı ilə tanımalıdır və Allaha olan ibadətində özünü təkmilləşdirməlidir, özünü möhkəmləndirməlidir. Bunu Allah Talaq surəsinin 12-ci ayəsində buyurdu. Fəəxbər ənəhu xalaqal aləm liya'rifə ibadu kəmal qudreti. Allah Taala bildirdi ki, burada Allah Taala'nın göyləri və yerləri yaratılmasındakı məqsəd odur ki, qullarına bildirmək istəyir ki, Allah Taala kəmal qudreti, Allah Taala'nın qüdrətinin kəmala ərdiyini, kəmala çatdığını bilməsi və əhata ilmi və Allah Taala'nın elminin hər bir şey əhatə etib bilməsi. Və zəlikə istərcü ma'rifətu və ma'atu əsmaihi və sifatihi və tevhidi. Və bununla biz Allah Subhanahu va Taala'nın ad və sifətlərini örgənməli bilmək, hətta biz ma'rifətullah çatırıq. Bu da bizim, yəni bu dərsdən, yəni bu elə bir təmhidin, başlanğıcın, bu belə bir başlanğıc idi. İnşallah gələk dərslərimizdə inşallah bu mövzu ətrafında danışacaq. Allah Subhanahu wa Taala bizləri özünü haqqı ilə eşidib, haqqı, yəni özünün dediyi sözləri haqqı ilə eşidib və haqqa tabe olmağa Allah Taala müvəffəq etsin. Və sallallahu ala nəbiyinə Muhammed və ala alihi və sahbihi və səlləm.